Teşekkür ederim. Düşünüyorum ki əsgərə qalacaq, işdə də belə də olacaq. Gələn tanıylarımıza, mənim gələn dostlarıma hər birine təşəkkür edirəm. Əziyyət çəkirlər, öz hürmətli səmərli vaxtlarını ayırırlar, gəlib iştirak edirlər. Bizim gənc yaşlı, tabi sözlü, ortala qəzəbimizin gənc yaşlı olan oğullar arzulayılan həyatı, insanlar olar, güzələ xoş etsin, inşallah güzələrə yüksəlsin. Və son olaraq sizə təşəkkür edirəm. Mənim yaradıcılığıma nəzər saldığınıza görə minnətdaram sizə. Və mən Böyük Ustad Şəhriyarım və Ustad Mirəskərim şiirinə xidmət yaratmışam. Heydər Baba şiirini səsləndirmək istəyirəm burada. Demək, Ustadın Mirəskər və Şəhriyara nəzər yaratmışam. Mən də Mirəskər və nəzər yaratmışam. Heydər Baba ömür ötür, il keçir. Yazlar bizi ora qalıb hey bitir. Araz dolu, dəstən daşır, qəm içir. Mən arazı keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Heydər Baba, göz yaşımız yel olub. Həsrət yükü, möhkəm əsən yer olub. O tay, bu tay, əzəl gündən el olub. Mən ərazıram, keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Heydər Baba, Şəhriyarın sözündən dərs almışam, Mirəskərin özündən. Çəmən, çiçək bitib, bəlkə dizindən. Mən arazı keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Heydər Baba, qəm kədərdən yoruldum. Ata baba küllərindən boğuldum. Oyunbazlar oyunundan boğuldum. Mən arazı keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Heydər Baba, qəlbim sənsiz uzayar. Ürək dözməz, bu həsrətə ağlayar. Qəlbimi dağlayar. Mən arazı keçib gələ bilmədim. Bu baharda səni görə bilmədim. Çok sağ olun, çok sağ olun. Aziz ve değerli izleyicilerimiz, bugünkü ayrıca bir kanalında herkes sözler verilmiştir. Yürüyüşüne hakkında ayrıca sözler verilmiştir. Her birinde iştirak eden yazar şairlere, yazarlarına çok sağ olun diyelim. İştirak ediciler, elbette baklarına ayırlar. Her birinde yaradıcılarımız edilen ve yine diyelim ben bu günleri istediğim ki böyle bir lahiyem var. Allah'ın rəhbərkin alim sözlerinin bu lahiyenin ərsəyə gəlməsində sizin de köməyiniz var, dəstəyiniz var. Ona görə hər birində minnətlərəm. Yine diyelim Cəlilabadırın İcra Hakimiyyətin başçı hürmətli Rafi İcralıqda bizim lahiyə aydın duası verin. Ve inşallah kitabımız hazır olsun.